Dostlar, dünən demişdim ki, Alkazara sabah gələcəyik, yəni bugün gəldik, çıxdıq. Bazar günüdür, amma yaxşı ki, bəxtimizdən açıqdır. Bu Alkazar deyirlər, qəsr olub, Xristianski Koroley. Xristianski Koroley deyəndə İzabella Kastilskaya ilə, həmin o məşhur İzabella Kastilskaya ilə Ferdinand Aragonski arvadın qaldığı saraydır. Amma ondan qabaq burada dediyim kimi müsəlmanların olub və onlar bax burada yaşayıblar. Yəni burada olanda burada yaşayıblar, Kordovada olanda. Yəni söhbət İzabellədən və həyat yoldaşından gedir. Bax bu gördüyünüz bağda, həmin bağda dincələrmişlər. Gözəl bağdır. Hələ aşağı tərəfində gedəcəm. Çünki məhz bu bağda, bu bildiyimə görə Xristofor Kolumla görüşüblər və orada heykəl olmalıdır. Hələ heykəl gedib görməmişəm, amma bağ böyük deyən hamısını çəkə bilmərəm. Bax mən sizə istəyirəm ki, təsəvvürünüz olsun ki, həmin o Alkazar belə də adlanır. Xristianski Koroley, Zamok Xristianski Koroley.